Bismillahirrahmanirrahim və bihi nəstə'in. Allahümmə salli alə Muhammedin və ali Muhammed. Əziz müminlər, Allahın izni ilə bugün tez-tez verilən suallardan birini səsləndirərik və onun cavabını siz əzizlərin nəzərinə çatdırarıq. Sualımızın mövzusu qusul və dəstəmaza aiddir. Bu cür sual verirlər ki, qusul aldıqdan sonra, indi istər cənabət quslu, istər xanımdır, məsələn, heyz quslu alıb, nifas quslu alıb, yaxud bir şəxs cümə günüdür, cümə quslu alıb, yaxud hansısa bir müstəhəb olması sabit olan qusullardan alıb, xülasə, aldıqdan sonra sual olunur ki, dəstəmaz almağa ehtiyac var, yoxsa yoxdur. Yəni, qusul aldıqdan sonra gedib ibadət etmək olar, yoxsa yox? Dəstəmaz almadan, yoxsa dəstəmaz almalıyıq? Sualımız bundan ibarətdir ki, yəni qusul dəstəmazı əvəz edir, yoxsa etmir? Bunu bilmək lazımdır ki, qusullar, bir vacib qusullar var, bir müstəhəb olması sabit olan qusullar var. Vacib qusullar, məsələn, cənabət qusulu, bir şəxsin boynuna cənabət gəlib, cünub olub, buna vacibdir ki, ibadətləri yerinə yetirməsi üçün və sair o işlər ki, təharəti, paçlığı əsas tutur, şərtdir. Məsələn, Qurana toxunmaq, namaz qılmaq, oruç tutmaq və s. Bu halda bu şəxsə vacib olar ki, cənabət quslu alsın. Yaxud xanımdır, heyz görübdür, heyz qanı görüb, aybaşı olub, üzr istəyirəm və qurtarıb, buna vacibdir namaz qılması üçün, oruç tutması üçün və sair işlər üçün, o işlər ki, təharət şərtdir o işlərdə, gedib heyz quslu almalıdır. Bu halda ona vacib olar. Yaxud cümə günüdür, bir şəxs istəyir, cümə quslu alsın. Bilirik ki, cümə quslu müstəhəb qusullardandır və savabı da böyükdür. Yəni, qusullar var, müstəhəb qusullardır, bir də var vacib qusullar. Seyyid Sistani ağanın nəzərində bu cürdür ki, vacib qusullar və müstəhəbliyi sabit olan qusullar, bütün vacib və müstəhəbliyi sabit olan qusullar dəstəmaza əvəz edir. Dəstəmaz almağa ehtiyac yoxdur. Yəni, bir şəxs cənabət quslu alıb, hamamdan çıxdı, nə qədər ki, dəstəmazı pozan bir şey ondan çıxmayıbdır, məsələn, qusul alıb qurtarıb, 5 dəqiqə sonra, deyək, təbii ehtiyacı yaranıb, gedib əyaq yoluna, ondan sidik çıxıb, yaxud qait çıxıb. Bu şəxsin bu halda elə əlini yuyub, hamamdan çıxması, əyaq yolundan çıxıb, gəlib namaz qılması olar? Təbii ki, yox. Çünki bunun artıq dəstəmazı pozan bir şey bundan çıxıbdır. Bu gərək dəstəmaz alsın. Amma heç bir şey bundan çıxmayıbsa, qusul alıb, qurtarıb, qusul alandan sonra gəlib, istəyir, məsələn, namazın vaxtıdır, namaz qılsın, yaxud Qurana toxunsun, yaxud başqa bir işlər görsün, eləyə bilər. Bəli, nə qədər ki, dəstəmazı pozan bir şey ondan xaric olmayıb, o şəxsin elə dəstəmazı yerindədir. Çünki vacib qusullar dəstəmazı əvəz edir. Heyzdir, nifasdır, cənabətdir və s. O ki, risalədə yazılıb ki, vacib qusuldur bunları almaq. Yəni, bunlar ki, vacibdir, şəxs onu eləsə, dəstəmazı əvəz edir. Amma o ki, dəstəmazı pozan bir şey ondan çıxdı, gərək təzədən dəstəmaz alsın. Yaxud müstəhəb qusullar. Bir şəxs müstəhəb qusul aldı, cümə günüdür, cümə qusulu aldı, yaxud risalədə yazılan, o ki, müstəhəb olması sabit olan qusullardandır, hansısa bir qusul. O şəxs dəstəmaz almadan, nə qədər ki, ondan dəstəmazı pozan bir şey çıxmayıb, gedib namaz qıla bilər və s. təharət şərt olan işləri yerinə yetirə bilər. Bəzi qusullar da var ki, onlar risalədə yazılıb, amma müstəhəbliyi sabit olmayıbdır. Müctəhid risalədə, yəni izahlı şəriət məsələlərində yazır ki, bu qusullar müstəhəbliyi sabit olmamışdır. Müstəhəb olması sabit deyildir. Sadəcə şəxs o qusulları almaq istəsə, rəca qəsdi ilə ala bilər. Rəca qəsdi nədir? Müstəhəb
niyyətlə qusul almaq nədir? Müstəhəb qusulun niyyəti budur ki, mən bilirəm ki, bunu müctəhid risalədə yazıb ki, bu müstəhəbdir. Artıq bunun o müstəhəb hökmü sabit olub. Və mən bu niyyətlə alıram ki, mən bu quslu alıram. Bu müstəhəbdir, qurbatan ilallah alıram. Amma rəca qəsdi ilə, rəca nədir? Ümid deməkdir. Rəca qəsdi yəni ümid qəsdi. Nəyə ümid qəsd eləyir insan? O işi gördükdən sonra ümid eləyir ki, Allah ona bir savab verər. Müstəhəb olmağı sabit olan qusullarda biz qəti bilirik ki, biz savabı olan bir əməl eləyirik. Müstəhəbliyi sabit olub. Amma o qusullar ki, müstəhəbliyi sabit deyil, orada sadəcə biz savab ümidi ilə o işi görürük. Almaq olar, haram deyil. Savab, məsələn, Şaban ayının 15-ci gününün quslu. Risalədə yazıblar ki, bəli, müstəhəbliyi sabit deyil. Ola bilər hansısa müctəhid üçün, alim üçün sabitdir. O müctəhidin müqəllidi onu birbaşa ilə müstəhəb qusul niyyəti ilə ala bilər və onun dəstəmazını da əvəz edir. Amma o müctəhid ki, yazıb bu qusulları rəca qəsdi ilə almaq olar, o rəca qəsdi ilə alınan qusul dəstəmazı əvəz etmir. Şəxs o quslu aldıqdan sonra namaz qıla bilər? Təbii ki, yox. Adi halda nə cür dəstəmaz alır, gedib o dəstəmazı aldıqdan sonra gəlib namaz qıla bilər. Yəni, rəca qəsdi ilə alınan qusul dəstəmazı əvəz etmir. Dəstəmazı əvəz edən qusullar vacibliyi və müstəhəbliyi sabit olan qusullardır. Bu qusulları şəxs alsa, heç bir dəstəmaz almadan, amma yenə də qeyd edirəm, dəstəmazı pozan şeylər ondan çıxmamış. Gedib namaz qıla bilər, dəstəmazlı sayılır, dəstəmazı əvəz edir bu qusullar. Amma rəca qəsdi ilə olan qusullarda gərək insan əlavə bir dənə də dəstəmaz alsın ki, namaz qıla bilsin və sair şeylər, əməllər yerinə yetirə bilsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.